Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Məlik Aslanov küçəsindən hardasa 150-200 metr məsafədə. Həm də hörmətli izləyicilər, DSK yolundan da 200 metr, 250 metr məsafədə 2 sotun içində. Demək 930-un 12 metrəyə monolitlə inşa olunmuş gözəl, səliqəli, tam təmirli, ideal bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətin videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Nəzərinizə çatdırım, hörmətli izləyicilər. Ev 9 daşda inşa olunub. Demək, nəzərinizə çatdırım, ev satış üçündə tikilsə də tam standartlara, qayda qanunla inşa olunub. Fundament vurulub, ara mərtəbəsi monolitli, yuxarıdan kəmərləri vurulub, qurqabı qoşa daşdan inşa olunub. 9 daş kürsüdə inşa olunub, yeri quru yerdir, ərazisi su basmayan yerdir. Bunda nəzərinizə çatdırım, hörmətli izləyicilər. Putla idarə olunan giriş darvazasıdır, əl qapısıdır. Ayrıca həyətində gördüyünüz kimi belə sanitar qovşağıdır. Bu da təmiri vəziyyətdədir, hörmətli izləyicilər. Daxil oluruq indi evin içi ilə tanış olaq. Həyətdə gördüyünüz kimi rahat 3-4 maşın daxil ola bilir. Bu hissəsi gördüyünüz kimi, baxın, hörmətli izləyicilər, ev sahibi də buranı doldurub. Yəni, biraz düzdür ki, biraz rahatçılığa salıb. Bu, baxın, yəni, kürsünün zadını hamısını göstərirəm. Biraz yəni kürsüdür, amma 7 daş kürsüdə inşa olunub. Gördüyünüz kimi də, bax, buradan xolda qoyub, buradan görürsünüz, hər şey qaydasındadır. Keçir indi evin içindən tanış olaq. Daxil oluruq evin içinə. Girən kimi geniş dəhliz, hardasa 1.20-1.50 rahat genişliyidir. İşıqlı evdir, nəzərinizə çatdırım, hörmətli izləyicilər. Evin uzunluğundan bilinir ki, ev geniş evdir. Sağda geniş qonaq otağı. Evin bələdiyyə sənədi var. Pəncərələri gördüyünüz kimi şəbəkə ilə yığılıb. Keyfiyyətli materiallardan istifadə olunub. Ağ qapılardan istifadə olunub. Açıq aboylardan istifadə olunub. Sol tərəfdə geniş mətbəx. Hardasa 3.50-nin 6 metriyə mətbəxi. Solda burada uşaq otağı. Burası sanurizer hissəsi. Təmir vəziyyətdə yuxarılar asma tavandan yığılıb. Gördüyünüz kimi, balansə buraları hamısı dəmirlə yığılıb, pilləkənlərin əl tutacaqlar. Hamısı sərgəli dəmirlərdən yığılıb, yəni alınma şeylərdir, hamısı əldə düzəlmədi. Yəni bərkliyinə görə, keyfiyyətinə görə deyirəm, hörmətli izləyicilər. Arxasında belə boş yer var, hörmətli izləyicilər. Kombi aparatlarınızı yığmaq üçün ev sahibinin hamısını yəni bura yerləşdirib, gördüyünüz kimi, bütün sistem hamısı buradan qurlaşdırılacaq. Bunu da nəzərinizə çatdırın. Keçən evin yuxarı otaqlarına tanış olaq. Demək, aşağıda bir zal, bir yataq otağı, bir mətbəx. Mətbəx heç, 2 otaq, bir zal, bir yataq otağı. Qalxırıq indi yuxarı. Ara mərtəbəsi beton monolit. Yəni, beton monolitin üstünlüyü odur ki, hörmətli izləyicilər. Altın yuxarı səsi bir-birinə getmir. Qalxan kimi, bura yenə də 2-ci mərtəbənin sanuzeldir. Dörd dənə otaq burada. Yuxarıda geniş bir yataq otağıdır. Yataq otağının içində ayrıca sanuzeldir. Bəy otağı deyən kimi deyirik buna. Yuxarılar asma tavandan yığılır. Aksesuarlar, hörmətli izləyicilər, qiymətin içində daxilinə danışığından asılıdır. Bir yataq otağı burada. Geniş, ürək açan. Hardasa 15 kvadrat, 16 kvadrat. Burada da hardasa 15 kvadratlıq bir yataq otağıdır. Pəncərələr gördüyünüz kimi genişdir, ürək açandır, işıqlıdır. Burada da yenə bir geniş yataq otağıdır. Geniş deyəndə hardasa 14 kvadrat olar. Təxmini ölçülər deyirəm, az fərq edir. Sonda çıxırıq biz burada evin balkon hissəsinə. Gördüyünüz ki, bunlar da hamısı
dəmirlərdən yığılıb, keyfiyyətli materiallardan istifadə olub. Gördüyünüz kimi, hörmətli izləyicilər. Yuxarını da bax, şornu poruzada hamısı vurulub, hörmətli izləyicilər. Hamısı nəzərdə çatdırım ki, yəni bütün hər şey nəzərə alınıb. Sadəcə gəlib almaq lazımdır. Sənəddə bələdiyyənin sənədi, qərarı, arxiv sənədi kupçu almaq üçün ilkin sənəddir. Hörmətli izləyicilər, kimlər sevinç satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın, evlə satılmanı köməkli göstərə bilərik. YouTube-da, Instagram-da, TikTok-da, Facebook'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılır. Kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Bəyənməyi unutmayın. Bəyənin ki, hamı ev almaq istəyənlər üçün daha əlverişli olsun. Evləri, reklamlar üçün evləri görə bilsinlər. Hörmətli izləyicilər, mütləq bəyənin ki, hamı evə sahib çıxa bilsin. Hörmətli izləyicilər, evin qiyməti 250 min, staf qiymətdir, yeri yaxşı yerdir. Real alcılsa endirim olmağına olacaq, birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alan da xeyir versin, Allah satana da. Amin.